Temiz hayat çok istiyorum. Anar müəllim, bax bunun hansı addımlar atılmalıdır? Bana bir reabilitasiya müdürü olaraq düşüncələriniz, fikirləriniz maraqlıdır. Hansı addımlar atılmalıdır? Bunda bu dəqiqə hal-hazırda birinci növbədə bunda bioloji da orqanizmi detoksikasiya olunmalıdır. Yəni ağrıdan, yəni bunlarda içkidən elədir ki, alkoqolizmi, qara basmalar gəlir bunlara. Zapoyda da hal-hazırda. Yeah. Müalicədə Atası kimdir soruş? Do you know who's the father? No, she don't know. Ha? Bilmiyorum. Atası bilmirsən kimdir? Deyir, çox kişilərlə münasibətdə olmuşam, bilmirəm, yadımda deyil. Əzandan qarşılayır, qəşəng. mən Çok sağ ol. Çok sağ olun. Beni Oo, krasavitsa, gözəller gözəli. Yo sister. çok güzel. Çok yakşı iyi. Wow. Ben şoktım. Çok minnettarım. deməli birinci çəkilişimizdə baxmayaraq ki, bir çox problemlər yarandı, amma ona baxmayaraq 7 gündən sonra yenə Emily xanımı gətirə bildi. Yəni bizim reabilitasiya mərkəzindədir. Detoksu keçdi. İndi gəldi ikinci mərhələ. Burada alkoqolizmdir, qumardır, narkomaniyadan əziyyət çəkən xanımlara köməklik göstəririk. 6 ay kurs müalicə keçəcək yanımızda inşallah. Allah sənin canını sağ eləsin qoyum. Qardaşsan sağ ol. Çok sağ ol. Sağ ol. Çok sağ ol minnettarım. Good boy. Gözəl